Deməli, bu yaxınlarda bir podkastda iştirak elədim. Çıxacaq, mən paylaşacağım bu podkastı. Podkastda belə bir sual verildi ki, bu yalancı xarici təhsil şirkətlərini necə ayırd eləmək olar? Əvvəllər mən bunun barədə danışırdım ki, şirkəti yoxlayın, şirkətin saytı varsa buna baxın, falan beşməkan, yəni şirkəti araşdırın. Amma indi baxıram ki, yox, məsələ onda deyil. Məsələ valideynlərdədir. Təəssüflər olsun ki, insanlar istədikləri şeyə getməyə çalışırlar. Yəni, günah valideyndədir. Əgər görürsünüz ki, insan aldanıb, araşdırın, görün bu adama həmin şeyin alınmayacağını deyən olubmu ya yox. Və %90% həmin şeyin alınmayacağını deyiblər. Adi bir misal, təhsildən demirəm. Görürsünüz, avtomobil satılır. Hər yerdə avtomobilin qiyməti, məsələn, 10.000 manatdırsa, biri həmin avtomobili 8.000-ə satırsa, demək ki, bu işdə bir iş var. Yəni, bunu bilmək lazımdır, bunu başa düşmək lazımdır. Təəssüf ki, bir çox valideyn bunu başa düşmür və nəticədə aldanır. Sonra da deyirlər ki, şirkətlər bizi aldatdı, maşinlik şirkət. Halbuki, burada allanan elə valideynin özü olur.